eləyib. Sənin uşaqların savadsızdır. Sənin uşaqların savadsız və xəstədir. Sənin uşaqların savadsız, xəstə olduğu halda sən millətin, övladının sağlamlığını və təhsilini düşünə bilməzsən. Sən bilavasitə millətdən qisas alırsan. Bu da nədir? Öz uşaqların xəstəliyini mi, savadsızlığını mı ortaya qoya bilmirsən və öz düşüncələrinlə millətdən qisas alırsan. Təhsil ocaqlarını bağlamaqla, sağlıq ocaqlarını bağlamaqla. Dünən baxım, Sokarda 20 mindən çox işçi çıxarmışdılar. Bir neçə vaxt bundan əvvəl. İndi yenə baxıram ki, yenə Sokarda ixtisarlar gedir. Niyə? Və əvvəl bu insanları bu qədər toplamışdı zora, ən azından evinə çörək pulu aparanlar vardı. Niyə ixtisar edirsiniz? Bu da sizin devlət yönətməyiniz. Bu da sizin iqtisadiyyatınız.